Yəni, əgər rus dilində istəyirsiniz ki, sizin öyrəndiyiniz sözlər quru-quru əzbərçilik yox, ömürlük yadda qalsın, onlara çalışın gözünüzdə canlandırın, beyninizdə canlandırın. Bu sözü eşidəndə, bu qoşmanı eşidəndə beynimdə nə canlanır, nə beynimə gəlir və nə ilə müqayisə edə bilərəm? Ümumiyyətlə bir çox müəllimlər balaca uşaqları öyrədəndə də hansısa söz nəyəsə oxşuyursa ona uyğun öyrədirlər. Onda uşağın yadında qalır. Eləcə də böyüklər. Aysə, görürsünüz bayaq dediyim kimi, məsələn, bu həftəyə kimi qədər avtomatik mənə nəyi göstərməlidir? Do qoşması olacaq. Başqa heç nə ola bilməz. Deməli, bu həftəyə kimi özümə sual verirəm cavab vermədən öncə. Deməli, bu həftəyə kimi necə deyəcəm? До этой недели. Düzdürmü? Elə onun sroku do этой недели idi. Qutarı getdi. Bitdi. Amma əgər mən müəllim deyirsə və yaxud mən demək istəyirəm ki, bu həftədən, deməli bu həftədən start götürür və nə qədərsə davam edəcək. Start götürürsə, o start sözünün s hərfini götürürsən, istifadə edirsən qoşma kimi. Nəticədə bu həftədən ona gələcək. Bu həftədən deməli necə olacaq? S nə? Davamlı gətir. Super. S этой недели. Amma qayıdaq sənin dediyimə. Bu həftə, yəni когда sualına cavab verirsə, nə zaman bu həftə? Onda mən deyəcəm на этой недели. Bəli, недели. Düzdürmü? На этой неделе, когда və где suallarının şəkilçiləri eyni olur. Yox, на этой неделе. Когда və где sualının şəkilçisi eyni olur. Amma sadəcə bu həftə hərəkətsiz что sualına cavab verirsə, eləcə quru-quru это неделя. Всё. Aysa. Məsəl üçün, bayaq dediyimiz kimi, bu həftə çətindir. Mən necə deyəcəm? Həftənin özü çətindir. Necə deyir? Это неделя трудная və yaxud тяжелая. Düzdürmü? Amma desəm ki, bu həftə mənə çətin idi. Bu həftə, когда, nə zaman hərəkət var. Deməli, mən necə deyəcəm? Super. Bəli. Мне было трудно və yaxud тяжело. На этой неделе мне было трудно və yaxud тяжело. Gördünmü? Yəni canlandırmaq ömürlük sənə kömək edir. İndi məsəl üçün səninlə müzakirə edəcək gələn həftə, gələn həftədən və s. Düzdür? Eyni qoşmadır, eyni şeylərdir. Sadəcə canlandırırsan, düzgün şəkilçilərlə istifadə edirsən. Vəssalam.